hərbi möhlət necə tənzimlənir? Mən 22 yaşındayam, oğlanam, qurtarmışam universiteti, amma əsgərliyə getməmişəm. İndi xaricdə təhsil almaq istəyirəm. Mən nə etməliyəm? Azərbaycan qanunvericiliyinə görə əsasən hər təhsil pilləsi üçün yalnız bir dəfə möhlət verilir hərbidən. Yəni məsələn bakalavr, magistr, doktorantura üzrə hərəsini yalnız bir dəfə oxumağa möhlət hüququ verilir təhsil müddəti boyunca, yəni bitirənəcən. İndi yeni qanunlarda əsasən 24 yaşına qədər bakalavra daxil olduğu zaman, 26 yaşına qədər isə magistra daxil olduğu zaman tələbə hərbidən möhlət hüququ ala bilir. Doktorantura isə hər hansı bir yaş limiti yoxdur. Deməli, 24 yaşa kimi bakalavr yəqin ki, ədalətlidir. Bəli, əlbəttə. 26 yaşa kimi magistr, o da ədalətlidir. Çünki nəzərə 23-də bitiririk də. Çünki 16-17 yaşında normalda məktəbə bitirir insanlar. Xeyli bir vaxt var. Harca 7 ilə qədər bir vaxt var. Magistr üçün də vaxt elə bir 3 il verilirdi. 23-də biz bitiririk universiteti. Çox vaxt belə deyim, 20 yaş, maksimum 22 yaş bitirilir. Əgər tələbə məktəbi bitirən kimi bakalavra daxil olubsa, bakalavr bitirmə yaşı 20-22 arası olur.